Maraqlıdır, Sumqayıtların burada parmaq izi var. Bir dənə bu ərazinin bir dənə görüntülər. Həqiqətən də buranın nostalji aurası var. Şəhərimizin 8-ci mikrorayon ərazisidir. Bu su aparatlarıdır, qorunub saxlanılır. 1960-70-ci illərdə Respublikanın digər şəhərlərində olduğu kimi Sumqayıt şəhərində də bu su aparatlarından quraşdırıldı. Həm şirəli su olurdu, həm də qazlı su. Səhv etmirəmsə, şirəli su 5 qəpik idi, qazlı sularda 3 qəpik idi. Yəni bir stəkan olurdu, buradan da həmin stəkandan hər kəs istifadə edirdi. Yəni baxanda da istər-istəməz köhnə xatirələr oyanır. Sizlər də əgər istəsəz gəlib baxıb həm keçmişi də xatırlaya bilərsiniz. Keçmişdə necə idisə, bax buralar elə indi də elə həminki görkəmdə demək olar, bir dənə də kadrları al. Yəni 8-ci mikrorayon sakinləri də bax buraları çox yaxşı tanıyır. Necə var isə elə də qalır. Həqiqətən də uşaqlıq illərimizi xatırladan bir görüntü. Sumqayıtda yeganə yerdir ki, yeganə su aparatıdır ki, bu Sumqayıtda qorunub saxlanılır.